Abdullayev Rəşad Arifoğlu 14 sentyabr 1988-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olub. Ana-atanın tək oğlu, 3 bacının tək qardaşı idi. 1995-2003-cü ildə Cəlilabad rayon Göytəpə şəhər bir saylı orta məktəbdə təhsil almış, 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirmişdi. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2010-cu ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişdi. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin 23 iyun 2010-cu il tarixli əmri ilə leytenant hərbi rütbə verilmişdir. Təlim və Tədris Mərkəzinin zabit ixtisas kursuna dinləyici olaraq göndərilmişdi. Təhsilini tamamladıqdan sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin 24 iyun 2010-cu il tarixli əmri ilə ən saylı hərbi hissəyə motoatıcı taborunun tank əleyhinə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. 24 iyun 2010-cu il tarixindən 12 dekabr 2011-ci ilədək ən saylı hərbi hissədə motoatıcı taborunun tank əleyhinə tağım komandiri vəzifəsində xidmət etmişdir. 12 dekabr 2011-ci ildə xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün ən saylı hərbi hissəyə elzam olunmuşdur. Xüsusi təyinatlı qüvvələr kursunu bitirdikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirinin 8 iyul 2012-ci il tarixli əmri ilə ən saylı hərbi hissədə xüsusi təyinatlı qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Hal-hazırdakı vəzifəsi ən hərbi hissədə komandir müavini, kapitan qərargah rəisi tabor komandiri idi. Kapitan Abdullayeva xüsusi şücaətinə görə vaxtından tez 2 rütbə artıq təqdim ediləndə o bundan imtina etmişdi. Yaxın zamanda rütbəsinin ofisial olaraq yüksələcəyi gözlənilirdi, lakin ömür yetmədi, əcəl aman vermədi və o qəhrəmancasına şəhidlik zirvəsinə qalxdı, ən uca məqama. Abdullayev Rəşad Arifoğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Müdafiə Nazirinin 26 iyun tarix əmrinə əsasən Azərbaycan Respublikasının 90 illiyi yubiley medalı ilə tərtib edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 24 iyun 2013-cü il tarixli Azərbaycan Respublikasının 95 illiyi medalı ilə təltif olunmuşdur. Aprel döyüşlərində iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının qərarına əsasən 2016-cı il 24 iyun tarixində hərbi xidmətə görə medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Azərbaycan bayrağı medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 26 iyun 2017-ci il tarixli əmri ilə qüsursuz xidmətə görə medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız tərəfindən Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Azərbaycan ordusunun 100 ili 2018-ci il yubiley medalı ilə tərtib edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən 2019-cu il 27 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi medalı ilə təltif edilmişdir. 9 avqust 2013-cü il Rəşad Abdullayev xanımı Abdullayeva Gülnar ilə ailə qurub. Bu evlilikdə 2 övladı var. 1 iyul 2014-cü il tarixli Abdullazadə Rüqəyyə Rəşad qızı, 9 oktyabr 2016-cı il tarixli Abdullazadə Məmmədağa Rəşad oğlu, oğlunu özü kimi kəşfiyyatçı və yaxud hərbi həkim kimi, qızını hərbiçi və yaxud həkim kimi görmək arzusunda olub. Evladları ilə bağlı böyük arzu istəkləri olub. Lakin çox təəssüf ki, onu görmək qismət olmadı. Xanımı Gülnar da 1 yaşında atasının üzünü görməkdən itirmişdi. İndi isə 24 yaşında 2 körpə ilə yoldaşsız qaldı. Ailəsinə, sevdiklərinə, qohumlarına çox bağlı idi. Mehriban, gülərüz, xeyirxah, mərd, zəhmətkeş, işini, peşəsini sevən, vətən uğrunda canını verən, Azərbaycan qeyrətli igid oğlu idi. Ağdərədə, Kəlbəzərdə düşməni lərzəyə gətirəcək neçə əməliyyatların iştirakçısı olub. Ən böyük arzusu Qarabağı alarkən şəhidlik zirvəsinə yüksəlmək idi. Kəlbəzərin azad edilməsi əməliyyatında 29 sentyabr 2020-ci il tarixində
Öndə gedib sinəsini sipər edərək 34 düşmən postunu alıb. Üzbəüz ermənilərlə döyüşərək sinəsindən və qarın boşluğundan 2 güllə yarası alıb. 20 saat yaralı qalmasına baxmayaraq vəzifəsini yenə də yerinə yetirib. 35-ci postun alınmasının planını cızıb ayağa qalxıb yol göstərib. Torpaqlarımızın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda qəhrəmancasına şəhadətə qovuşmuşdur. Aprel döyüşlərində də böyük şücaət göstərərək iştirak etmişdir. Bu şücaətə görə prezidentimiz cənab İlham Əliyev şəxsən Rəşadət Abdullayevi 2 dəfə ordenlə təltif etmişdir. 2016-cı ildə şanlı Aprel döyüşlərində də fəal iştirak edərək düşmənə çoxlu sayda zərbə vuraraq 4 gün düşmən ərazisində qalaraq düşmənə qan utdurub. Döyüşlərdən sonra cənab prezidentin görüşündə olaraq mükafatlandırılıb və medal ilə təltif edilmişdi. Bununla da hər kəsin rəğbətini qazanırdı. Hər zaman şəhid ailələrinin, yetimlərinin, ehtiyacı olanların yanında olmaqla